Özünüzü təqdim edin. Məcidova Şövkət Əlibala qızı. Şövkət xanım, hal-hazırda baş prokurorun qarşısına gəlmisiniz. Nə olub, nə məsələdir? Mən baş prokurorun qəbuluna ona görə bura gəlmişəm ki, sizi bura xahiş eləmişəm gələsiz ki, mən bu baş prokurorun qarşısına gəlim, mənim hüquqlarım tapdalanıb, yalvarıram, yaxalıram ki, məni baş prokuror qəbul eləsin, məni qəbul eləmirlər. Niyə? Mənim Natiq Salmanov, Abşeronun icra hakim məmuru, mənim 12.000 pulumu yeyib, bunu hələ də ortaya çıxarta bilmirlər. Keçən il 24-cü ilin iyun ayından mən bu prokurorluqdayam. Niyə məni qəbul eləmirlər? Nədir? Mən erməniyəm, Azərbaycanlıyam. Xanım, İlyas Həsənlidə mənim 18.700-ə görə 85 minlik torpaq mənim ata yurduma gəlib həyətimə giriblər. Kimdir o İlyas? İlyas Həsənov Abşeronun icra hakimi olub, onu çıxartıp da indi vəkil işləyir. Əlnağıyev də, Əlnağı da gəldi, o yeri verdi. Mən xahiş eləyirəm. Siz niyə çəkirsiniz? Mən xahiş eləyirəm. Çəkirsiniz siz. Siz çəkirsiniz. Mən xahiş eləyirəm. Mən ona görə işıqlandırıram ki, məni heç yerdə qəbul eləmirlər. Bu dəqiqə mənim Abşeron İstintaq İcra şöbəsində mənim işim gedir. Mən 4 dənə müstənti dəyişim, mənim işimə baxan yoxdur. Bir dənə mənə araşdırsınlar görüm. Bu nə işdir ki, adicə Natiq Salmanovla, İlyas Həsənovla bacara bilmirlər. Natiq Salmanov özünü vəkil kimi təqdim eləyib. Hansı ki, bax, qulaq asın, İlyas Həsənov mənə məhkəmə pul kəsib ayağıma. Məndən Natiq Salmanov 3000 pul vermişəm ki, ged icra hakimiyyətində təşkil elə ki, mən gedim pulu verim. O yandan amma bax, burada kağızlarda var. Xahiş eləyirəm, məni çağırsınlar, kağızda araşdırsınlar. İlyas Həsənov yazır ki, gör nə yazır məhkəmə kağızında. O xanımı məcburi gətirin. Bəyəm, İlyas Həsənov mənə ora dəvət eləyə bilməzdi. Niyə? Mənim əlimdə pul otub gözləyirəm ki, mən o cəmaatın pulunu ödəyim. Demək, siz bundan əvvəl canlı çəkilişlər elədiniz, mətbuata müraciət elədiniz və sizin dediyiniz o vəkil Natiq Salmanov bizə reaksiya verdi və dedi ki, 75 yaşlı qadın hardan da, ona pensioner adam da, kim ona pul verə bilər? Xanım, mən birincisi faizlə pul götürmüşəm ona verəndə. Baydan da mənim qohumlarım götürüb pulu mən ödəmişəm. Mənim özümə əlbəttə verməzlər. Qohumlarım pəs mənə pul lazımdır, mən kim üçün yaşayıram? İkincisi də bu açılış olub ha. Açılışda Natiq Salmanov zəng eləyib, onun səsi var mənim telefonumda. Zəng eləyib mətbuata deyib, qayıdıb məni şantaj eləyir, səni tutturacağam, səni məhkəməyə verəcəm. Nəyi verəcək məhkəməyə? Araşdırsınlar, görsün iş necə gedib. Mənim torpağımı necə veriblər? Mən xahiş eləyirəm. Mən xahiş edirəm Kamran Əliyev məni qəbul eləsin. Mən keçən ilin 24-ü iyun ayından bugünə kimi mən ora gələ bilmirəm. Sadəcə olaraq deyib, bəyəfəndi deyib ki, mən də məhkəməyə müraciət eləyəcəm ki, xanım barışığa gedib. Bizə deyirdi ki, xanım barışığa, mən o qarşı tərəflə onları barışdırmaq istəyirdim. Hansı barışıq? Ödəməyə həmin o torpaqla bağlı. Yalan deyir. Yalan danışır, yalan danışır. Yalan danışır. Qarşı tərəf mənə bilsən nə dedi? Dedi, sənin torpağını bizə Natiq Salmanov verib. İlyas Həsənovla birləşib Natiq Salmanov sənin torpağını bizə verir. Özdə mənə nə dedi? 3 kişinin arasında. Kim deyib? Vəkil mi deyib yoxsa? Vəliyev Mehman. Torpağı o şeydir, biznesmendir. Mənə dedi ki, səni 3 kişinin arasında dedi, hamı da eşitdi. Özü də Natiq Salmanov nə deyir? Mənim nəyimi tutturacaq? Mənim torpaq mənim gedir, pul mənim gedir. Bu yaşda adamı qoyublar ortalıqda. Nəyimi tutturacaq? Mən xahiş edirəm Kamran Əliyev çağırsın. Nədir Natiq Salmanov, İlyas Həsənliyini araşdıra bilmirlər. Amma mən bircə dəfə Murtuz Ələskərovun qəbilində oldum. Abşeronu dağıdırdılar. İndi bu boyda kabineti niyə tutub oturublar? Mənə kömək eləmirlər. Xahiş edirəm, məni eşitsinlər. Bir də məsələ də var. Deməli, biz həmin o vəkilə pulu verilən vaxtı yanınızda bir qohumunuzun olduğunu da demişdik. Deyir, həmin oğlan o vaxt 10 il bundan əvvəl olan söhbətdir. O uşaq idi. İndi amma həmin qohum bizim canlı yayımda, sizin qohum canlı yayımda nə dedi? O bilirsiniz kimdir? O həmən məni onunla tanış eləyən xanımın oğludur. Xanım rəhmətə gedib. O oğlan nə uşaqdır? Oğlanın 4 uşağı var. Siz nə danışırsınız? 2-ci sinifə gedən uşağı var. O heç mənim xəbərim yoxdur. Canlı yayımda sizdən gələcək. Dedi ki, 2 həftə bundan qabaq deyib. O mənə deyirdi ki, Natiq zəng eləyir. Dedim, getmə. İstəsə özü gələ. Dedi, Natiq gedib ora deyib ki, ged xanıma deyirəm, mənə hər yerdə biabır eləyib. 3-4 aya pulunu verəcəm. Xeyr ola 3-4 aya pulumu verir. Vəkil deyir. Bəli.
Niyə oğlan özü də yaxşı bilir ki, görsən, orada onun səsi var. Xahiş edirəm, o lazım olsa o səsi də açacağam. Tamam. İndi siz hal-hazırda hara getmək istəyirsiniz? Mən Kamran Əliyev məni qəbul eləsin. Məni dinləsin. Xahiş edirəm, məni dinləsin. Tamam.